İndi özləri deyirlər ki, ya 3000 adam ölüb deyirlər. Özdə 3000 hansı adam? Tehran rejiminin səhiyyəsi deyir. Səhiyyə naziri deyir ki, 3000 adam ölüb, tanınmırlar özdə kimdir? Təbrizdə, Ərdəbildə, bu da burada Biləsuvarda. Biləsuvarda, Zeyvədə, Qarağaçda, İncillidə, ondan sonra Bağışda, Allah yarrıda, demək ki, o Qarağacın üstündən o tünel düzəltmişdilər. Onun içində Azərbaycanlıları qırıbdır. Yüzlərcə Azərbaycanlını qırıb orada. Kimin səsi çıxır? Kim deyəcək? Kim deyəcək? Və bir də görürsən ki, Azərbaycanda bəzi televizyonlarda, bəzi adam sonra, Təbrizdə bilirsən nə var? Hamı orada yaz deyə, gül dərirlər, gül verirlər, keyfdir tabi. Sən nə danışırsan sən? Sən nə danışırsan? Sən demək ki, Təbrizlə kimsə danışa bilərmi? Danışa bilirmi? Bir telefon varmı? Bir əlaqə varmı? Filan varmı? Eşidiblər ki, bir zaman kartları alırdın Azərbaycanın, demək ki, nə bilim, Azərseldən zatdan verirdin kartı, gəlirdilər o sərhəd kənarında, elə Türkiyədən də. Gəlirdilər sərhəd kənarında Azərbaycanın kartından istifadə edib zəng aça bilirdin. Onu zaten hamısı yığışdırdılar, bildilər, getdi kefinə. Yəni bu günləri, Sayın Heydər bəy, mən bilmirəm sabah nə olacaq. Biz istiqlal qoymuşuq, bağımsız Azərbaycan. Bağımsız Azərbaycan. Əgər Azərbaycanın balaca bölümü 85 min kvadrat kilometri bağımsızlığını əldə edib və xoşvaxtdır da, dünyada da qəbul olunub və yeri gələndə bir dənə füzə yolunu itirəndə qayıdıb deyir, şərəfsizlər. Və dalını gətirə bilmədilər. Gördülər, dalını gətirsələr, onda da nə olacaq, özləri bilirdilər nə olacaq. Və niyyət, onda demək ki, 3 dənə buradan gedəndə füzə Təbrizdə əyaqda olacaqdı. Necə ki, o 44 günlük savaşda o tankların üzrə bozqurtlar çıxmışdı. Amma çoxlarının gözü görmək istədi.